İştirakçıları çok güzel iki bayramımızı qeyd etmək üçün yığışmışıq. Hər iki bayramımız, hem Novruz bayramımız, hem Ramazan bayramımız xalqımızın en qədim, en zəngin, en güzel, en çok mənalı bayramlarıdır. Bu münasibətlə mən sizin hər birinizi ürəkdən təbrik edirəm. Novruz bayramı qədim xalqımızdan gələn, adət-ənənələrimizdən gələn bir bayramdır. Min illərlə yaşlı olan bir bayramımızdır. Bu bayram bütün Müslüman aləminin, Türk aləminin bayramıdır. Novruz bayramı təbiətin yenidən doğuluşu bayramıdır. Həyatın yenidən canlanması, sərt qışdan sonra yazın gəlməsi, ağaçların tumurcaqlanması bayramıdır. Həyatın yenidən yaranışı, yeniden kaynaması bayramıdır. Novruz bayramı hem de insanların birbirine mehribansılığı, yardımlaşması, birbiriyle görüşmesi bir merhamet bayramıdır. Eyniyle Ramazan bayramımızda İslam medeniyetinin, İslam aleminin en müqəddəs bayramlarından biri olarak Ramazan bayramı da çok güzel bayramdır. Ramazan ayı ərzində, bir ay ərzində insanlarımız oruç tuturlar, ibadet edirlər. Ramazan ayında insanlara güzel karakter, güzel xüsusiyyətlər təlqin olunur. Səbir, insanlar arasında birbirine yardımlaşma, mərhəmət, barışmaq, insanlara kömək etmək. Bütün bu keyfiyyətlər Ramazan ayında oruç tutanlar üçün en esas əlamətlərdən biri olur. Hər iki bayramın eyni günə düşməsi ümumiyyətlə sırf bir çox nadir rast gəlinən bir hadisədir. Son 200 ildə belə bir hadisə olmamışdı ki, iki bayram bir gündə qeyd olunsun. Bu bayram bizim qismətimizə çıxıbdı ki, iki bayramı bir gündə qeyd edirik. Əlbəttə, bayramın belə şad, firavan, bütün ölkə ərazisində keçirilməsində xidmətləri olanlarımız var. Bunları biz heç vaxt unutmamalıyıq. Mən müqəddəs şəhidlərimizi nəzərdə tuturam. Onlar bizim gözəl həyatımız üçün, əmin-aman həyatımız üçün, belə gözəl bayramlar keçirməyimiz üçün həyatlarını qurban verirlər. Biz onları heç vaxt unutmuruq, hər zaman onlara minnətdarıq. Bu gün də mən şəhidlərimizin yaxınlarını, xüsusilə valideynlərini bayramlar münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mən bütün Cəlilabad əhalisinə xeyir, ruzi, bərəkət arzulayıram. Rayonumuz günü-gündən abadlaşır. Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə çox gözəl abadlıq, quruculuq işləri gedir. Sosial-iqtisadi inkişaf prosesləri gedir. Dövlətimiz, başta cənab prezidentimiz olmaqla əhalimizin maddi rifah halının yaxşılaşması üçün hər şey əlindən gələni edir. Dünya siyasət okyanında bu gün hamınızın məlumatı var ki, qasırğadır, tufandır. Çox həyəcanlı qlobal proseslər gedir. Amma cənab prezidentimiz bir mahir siyasətçi olaraq Azərbaycanımızı elə idarə edir ki, elə o xətalardan yayındırır ki, bizim ölkəmizdə şükür Allaha əmin-amanlıqdır, tam sakitlikdir. İnşallah ki, bu sakitlik və əmin-amanlıq hər zaman bizim xalqımızın qismətində olar. Həmişə xalqımız güclü olacaq, mehriban olacaq, cəmiyyətimizdə bu mehribanlıq, xoş niyyət həmişə bərqərar olacaq. Hamınızı səmimi qəlbdən bu gözəl bayramlar münasibətilə təbrik edirəm. Sağ olun.